Fevral 26-sında Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu'nun apellyasiya şikayətinə baxıldı. Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Mübariz Zeynalov sədrlik edirdi. Müsavat Partiyasının rəsmiləri və İctimai Palatanın təmsilçiləri məhkəmə zalına buraxılmayıb. Prosesi izləmək üçün Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Başqanının müavini Gülağa Aslanlı, Arzu Səmədbəyli, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir, İkram İsrafil, vəkil Osman Kazımov Sumqayıt Apellyasiya Məhkəməsində olublar. Bundan öncəki məhkəmə proseslərində heç bir vəsadətin təmin olunmaması üzərinə bu dəfə vəkillər heç bir vəsadət qaldırmamışlar. Məhkəmədə çıxış edən Nigar Yaqubluya son söz verildi. O bildirdi ki, indiyə qədər heç bir məhkəmədə ədalətli qərar görmədiyindən söz demək onun üçün çətindir. Və deyəcək ki, sən onu acığa saldın da, hə? Apellyasiya Məhkəməsi əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxladı və apellyasiya şikayəti təmin edilmədi. Ədalətsizliklər bir-bir sıralarlar, bir-bir dedilər. Eyni zamanda Nigar da, yəni məhkəmənin bir uşaq olduğunu bir daha sübuta yetirdi, bildirdi. Çünki özü deyir, mən dəfələrlə məhkəmələrdə iştirak eləmişəm, hələ də bir hakimin, dövlət ittihamçısı, prokurorun bir doğru, düzgün dəlil ortalığına gətirdiklərini görmüyor. Yəni Nigar da dedi ki, sonunda gözəl dedi ki, yəni gedin, hazırlanmış qərarı oxuyun, gəlin. Oxuyun və bildirin. Təbii mən də qərarı ədalətsiz buldum Azərbaycanda, çünki müstəqil məhkəmə olmadığı üçün. Çünki Azərbaycan Əliyevlərin əsarəti altında ola-ola heç cürə müstəqil məhkəmə ola bilməz. Ona görə bitdi məhkəmə bununla da görək sonda necə olacaq. Kassasiya şikayəti Ali Məhkəməyə. Bu məhkəmə qərarlarının hamısı qanunsuzdur, əsassızdır və bizim dəlillərimizin heç birisini nəzərə almıyor. Belə laqeydlik gözlənilən olsa da arzu olunmazdır. Ona görə də biz bundan razılaşa bilmərik.